Baxın, mən dedim ki, istəmək. Biz elə ancaq Allahdan istəyirik də. Düz, əslində Allah da deyib ki, gəl məndən istə. Amma bəzən istəyirik. İstəyimiz olur, həyata da keçir. Sonra da peşman oluruq ki, mən bunu niyə istədim? Xeyirlisi. Burada nə olur? Burada dirəşmə söhbəti var. Bəzən deyirləri hər hansı bir arzunun həyata keçməsi üçün istə və burax. Biz nə edirik? Biz arzuluyuruq və yapışırıq o arzudan. Hər gün bugün olmadı, sabah olmadı, o birisi gün olmadı. Görəsən niyə olmadı? Görəsən nəyə görə olmadı? Nə edirəm? Mazgı eləyirəm də belə. Bir növ o sistemi mən bütün baş beynini aparıram ki, bir də oldu. Axırda mənə deyirlər ala və onun çox da mənə yaxşısını vermirlər və mən onun başlayıram əzabını çəkməyə. Amma mən nə edirəm? Mən Allahdan deyirəm ki, xeyirlisi. Bax mən hər zaman bunu danışıram da. Mən uşaq istəyirdim. Nə bilim, onu elədim, bunu elədim, olmadı. Dirəşmişdim. Axırda mən dedim ki, ya Rəbb, ay Allahım, yəni sən bilən məsləhətdir. Verəcəksənsə ver, verməyəcəksən bu hissi məndən götür. Gəlməsin bu hiss mənə. Və o mənə ən gözəl şəkildə verdi, əkizləri verdi. Yəni bu artıq möcüzədir, düzdürmü? Biz dirəşməməliyik ki, mənə 3 otaqlı otaq ver, 5 otaqlı otaq ver. Sən deyən ki, mən ev istəyirəm. Mən istəyirəm. Mən məsəl üçün evimi artırmaq istəyirəm, böyük bir evə köçmək istəyirəm də. Yəni tipik arzular edirəm də. Mən övlad istəyirəm, mən maşın istəyirəm. Amma xeyirlisin ver. Xeyirlisi çox önəmlidir. Və yəni mən ondan faydalanım. O mənə xeyirli olsun. İfsi unut. O arzunu burax. Onda necə çıxır Kəmal xanım? Biz onu bir dəfə deməliyik. Bir dəfə ürəkdən, sidqi qəlbdən, bütün yəni varlığımızla bunu deyirik. Tam təslimiyyətdə deyirik və buraxırıq. Buraxdıq. Məsəl üçün var, deyirlər ki, məsələn, bunu 40 gün yazğınan, bunu 30 gün eləginə, bunu meditasiya elib, təsəvvür elə, manifestdə deyirlər hətta belə eləginə. Orada necə olur? Təsəvvür eləmək başqa şeydir. Təsəvvür eləmək mənim artıq, məsəl üçün, mənim yekə bir evim var. Mən onu artıq yaşayıram. O başqa şeydir. O başqa mövzudur. Onu bir dəfə tam geniş mən onun izahını eləyərəm. O başqa şeydir. Onu sən artıq məsəl üçün mən depressiyada olanda, sıxıntıda. Mən ortub təsəvvür edirdim ki, mən nə vaxtsa oturacağam, rahat çayımı içəcəm və mənim bu problemlərim olmayacaq. Və mən oradakı andan artıq zövq alırdım. O başqa şeydir. Anı yaşamaq. Mən artıq oradakı və indiki depressiyamdan yox. Mən artıq o vəziyyətdən zövq alırdım ki, mən qurtuldum, canım qurtardı hər şeydən və mən indi çox möhtəşəm və xoşbəxt bir həyat yaşayıram. Və o günü mən indi hal-hazırda yaşayıram. Yəni bir neçə ildir artıq yaşayıram. Tam da arzuladığım kimi. O başqa şeydir. Və yaxud da məsəl üçün bir maşın istəyirsən, onu o qədər ürəklə istəyirsən ki, sən onu tam təsəvvür eləyirsən, o başqa şeydir. Onu sən manifestləyirsən, çox gözəl bir şəkildə də olur. Niyə olur? Çünki sən artıq beyin vasitəsilə bədən hüceyrələr və əsasən də onurğaya bir siqnal göndərsən. O siqnal başlayır səni bütün enerjini dəyişməyə. Bütün sənin enerjini dəyişməyə, sənin arzun burdadırsa, bu titreşim mövzusudur. Bunu da müzakirə eləyək. Sənin arzun burdadırsa, sən başlayırsan qalxırsan. Düşüncə ilə, bunlar hamısı düşüncə ilə. Qalxdın, bunun səviyyəsinə çatdın, birləşdin. Maşın oldu sənin. Maşın oldu sənin. Asanlıqla. Bilmirsən hardan. Kimsə hədiyyə verdi, pul gəldi, iminə o məbləğ gəldi, sənə çatdı. O başqa, o manifest çox gözəl işləyir. Amma o hər adamda işləmir, çünki onu yaşamaq var. Hər gün onun mazgisini xarab eləmək yox. Nə oldu, necə oldu, şübhə ilə yanaşmaq yox. Şübhə ilə yanaşmırsan. Sən onu manifestləyirsən, buraxırsan. Sən o anı yaşadın, elə bil olmuş kimi. Problemlisən, məsəl üçün, evində problem var. Sən təsəvvür edirsən ki, sən problemsiz bir həyat yaşayırsan. Və bir müddətdən sonra bədən artıq buna adaptasiya olduğuna görə, artıq sən o problemsiz bir həyatı rahatlıqla yaşayırsan. O gəldi sənə tapdı, birləşdiniz. Yəni çağırırsan da. Çağırırsan. Bu titreşim mövzusudur. Bunu da biz müzakirə eləyərik. Bu geniş bir mövzudur və maraqlı bir mövzudur. Və sənə həvəs gəlir